Salam değerli izleyicilerim, kanalıma hoş gəlmisiniz. Bugün sizler için möhtəşəm dadı, ləzzəti olan kök piroqu hazırlayacağım. Əvvəlcə 2 ədəd kökü yaxşıca yuyuram. Daha sonra isə rəndədən keçirirəm. Köklər iri olduğu üçün az kökdən istifadə etdim. Kiçik kök olarsa 3-4 ədəd kökü rəndədən keçirə bilərsiniz. Daha sonra 1 ədəd limonun qabığını rəndədən keçirirəm. Üzərinə isə yarım ədəd limonun suyunu sıxıram. Üç ədəd otaq temperaturunda olan yumurtanın üzərinə 1 cimdik duz, 1 stəkan şəkər tozu, eləcə də 1 ədəd vanilin əlavə edib mikserlə ağarana qədər qarışdırıram. Yumurtanın üzərinə yarım armudu stəkan duru yağ və 1 dolu armudu stəkan ilıq su tökürəm. 1 çay qaşığı darçın, 1 stəkan unun üzərinə 1 ədəd qabartma tozu tökdüm. Və onu da ərzaqların üzərinə əlavə edib mikserlə qarışdırıram. Biraz qarışdırdıqdan sonra onun qalan hissəsini əlavə edirəm. Yəni bu xəmir üçün 200 ml stəkanla stəkan yarım undan istifadə etdim. Xəmirin üzərinə biraz doğranmış qoz ləpəsi, eləcə də yer kökünü əlavə edirəm. Daha sonra isə qaşıqla yaxşıca qarışdırıram. Sonda bu qarışıma yarım çay qaşığı çay sodası əlavə edirəm. Daha sonra xəmiri əvvəlcədən yağlı kağız qoyulmuş 22 santimetrlik soba listinin içərisinə tökürəm. Piroqu əvvəlcədən qızdırılmış 150 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Piroq tam bişib soyuduqdan sonra isə üzərinə şəkər pudrası tökürəm. Şəkər pudrası əvəzinə piroqun üzərinə ağız dadınıza uyğun olaraq karamel və yaxud da zavarno krem vura bilərsiniz. İnanın xanımlar, mən bu piroqun bu qədər ləzzətli olacağına inanmırdım. Hazırladıktan sonra əmin oldum ki, çox dadlı və ləzzətli bir piroqdur. Sizə də tövsiyə edirəm, mütləq siz də hazırlayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.